Ben buradan hamını salamlayıram. Və oturmuşam, yəni öz-özümdə belə bir şey fikirləşdim ki, mərkəzə təzə gəlmişdim, ay yarıma yaxın Əkbər müəllimə hər gün deyirdim ki, məni burax, məni burax, məni burax. İndi mən 26 ayda ayğam, Allahın bu gününə şükür, həyatımda hər şey qaydasındadır. Yəni çox sağ olun ki, Əkbər müəllim, siz həqiqətən də məni buraxmadınız da, yəni ki, mən çıxam gedəm. Bir kəlmə mənə dediniz ki, yəni mən səni buraxa bilmərəm də. Çünki niyə? Mən bir dənə ananın gözü yaşını qoya bilmərəm. Sən çıxıb öləsən. Mən də onu qəbullandım. Təzədən üstümdən təzə pasient idim. Bir həftədən sonra gəldim, bir də dedim, eyni sözü təkrar dedim, amma çox sağ olun ki, məni siz həqiqətən də yəni buraxmadınız. Mənim valideynimə də dediniz ki, yəni bu uşaq mənim himayəmdədir. Mən bunu heç ara buraxası deyirəm. Yaxşı ki, mən 6 ay mərkəzi keçdim, 3 ay ikinci mərhələni keçdim. Tam kursu başa vurdan sonra indi də şükür ki, sizin yanınızdayım, sizin işçinizəm, həyatdayım. Çox sağ olun ki, mən minnətdarım var sizə.